Salam uşaqlar. Güvəndən yeni mövzumuzla başlayırıq. Nisbətlə. Deməli, test A-nı və B-ni yazaq. Deməli, test A. Dərs izahını bundan əvvəlki videolarda paylaşmışam deyə sadəcə buradan elə mövzular, geniş izaha ehtiyac olan misalları o heç izahını verəcəm, amma sadə misalları ilə həll etmiş olacaq. Deməli, nə deyir? 30-un 85-ə nisbəti aşağıdakılardan hansına bərabərdir? Nə deməkdir? 30-un 85-ə nisbəti. Hər tərəfin 5-ə bölürük, 17-də 6 B variantı. İkinci. Nailə 24, Samirə 28 yaşındadır. Nazilə. Nazilənin yaşının Samirənin yaşına olan nisbəti. Nazilənin yaşı 24-dür, Samirənin yaşı 28-dir. 24-ün 28-ə nisbəti hər tərəfin 4-ə böldüyüm zaman olacaq 7-nin 7-də 6. C variantı. 90 yumurtanın deyir 20'si qırılmışdır. Qırıq yumurtaların sayının saf yumurtalarının sayına nisbəti. 90 dənə yumurtamız var. 20'si qırılıb. 90'dan 20 çıxanda edir 70. Deməli 20'si qırılıb. 70'i saf qalıb. Yəni qırılmamış da. Yazacaqlar ki saf nədir? Qırılmamış. İndi deyir ki qırıq yumurta nə qədər idi? 20. Saf yumurtaların sayına nisbəti, yəni 20'nin 70'ə nisbəti. Hər tərəfi 10'a bölərəm, edər 7-də 2. Dördüncü misal. Bir məktəbdə şagirdlərin 7-də 4'ü oğlandır. Yazaq, 7-də 4'ü oğlan. Məktəbdəki qız şagirdlərin sayının oğlan şagirdlərinin sayına nisbətinə aşağıdakılardan hansına bərabərdir? Mən hələ tapmalıyam ki, görək nə qədər qız var. Necə tapırıq? 1-dən çıxırıq 7-də 4'ü. Biz demişdik 1'i necə götürürük? Məxrəcə uyğun olaraq 7-də 7 çıxılsın 7-də 4. Bu da edir 7-də 3. Deməli 7-də 3 qız var imiş. İndiki qız şagirdlərin sayının nisbəti biz bu şəkildə də yaza bilərik də. Oğlan şagirdlərin sayına nisbəti. Bu şəkildə yazanda adi qayda ilə çevirsək, vursaq 4 burada, 7 burada. 7'lər ixtisar gedəcək, qalacaq 4'də 3. Deməli 4'də 3 hissəsini təşkil edilmiş. 5-ci misal. Vüsal 360 səhifəli kitabın 100 səhifəsini oxudu. Oxumadığı səhifələrin kitabın bütün səhifələrinin nisbətini tapın. Deməli 360 səhifəli kitabın 100 səhifəsini oxuyub. Nə qədər qalıb? 260'ı qalıb. Yəni 260 oxunmamış qalıb. İndi deyir oxumadığı səhifəsi nə qədərdir? 260'dır. Kitabın bütün səhifə nə qədər idi? 360'a. Deməli, hər tərəfin 20'yə böldüyüm zaman edəcək 18'də 13. Da A variantı. 6-cı. Tamaşa salonundakı 120 nəfərdən 70'i kişidir. 120'dən 70'i kişidirsə, deməli, nə qədər qalır? 50'si qalır. Yazıram ki, 70 kişidir. Qalanları da qadındır. Qalan nə qədər idi? 50 dənə də qadındır. Tamaşa salonundakı kişilərin sayının qadınların sayına olan nisbəti, yəni 50'yə olan nisbəti hər tərəf 10'a bölünər, yazılar 5'də 7, yəni D variantı. 7-ci. Kamran bazardan 4 kiloqram alma, 2 kiloqram armud və 3 kiloqram banan aldı. Kamranın aldığı bananın kütləsinin bütün meyvələrin kütləsinə nisbətini tapın. Biz deyək 4 kiloqram almadır, 2 kiloqram armuddur, 3 kiloqram da banandır. Bunu bildik. Ümumi nə qədərdir? 4'ün üstünə 2 gələrəm, 6, 6'nın da üstünə 3 gələrəm, eləyər 9. Bu ümumidir. Ümumi meyvələrin sayıdır. Sonra deyək ki, Kamranın aldığı banan nə qədər almışdı? 3 kiloqram almışdı.
Kütləsinin bütün meyvələrin kütləsinin bütün meyvənin kütləsi nə qədər idi? 9. Hər tərəfi 3-ə bölərəm. Edər 3-də 1. A variantı. 8-ci. Malik avtomobili ilə gedəcək 180 km yolun 60 km-ni getdikdən sonra avtomobilin təkəri partlayır. Malikin getdiyi məsafənin qalan məsafəyə olan nisbətini tapın. Biz baxırıq ki, Malik 180-ın 60-ın gedibsə 120-si qalıb da. Deməli 60-ı gedib, 60 gedib. Nə qədəri qalıb? 120-si qalıb. Siz də yazanda həmişə belə yazın ki, tapmaq rahat olsun. Geniş yazmağa ərinməyin də. Malikin getdiyi yol nə qədərdir? Getdiyi yol 60-dır. Qalan məsafəyə olan nisbəti, qalan məsafə nə qədərdir? 120-dir. Yəni, hər tərəfini neçəyə bölürəm? Hər tərəfi 60-a bölürəm, eləyər 2-də 1. Variant olaraq A variantı. 9-cu. Zavodda qadın işçilərinin sayının kişi işçilərin sayına nisbəti 2/3 nisbətindədir. Qadın deyir işçilərinin sayı, yəni 2-dir. Qadınlar 2-dir, kişi işçilərin sayı da 3-dür. Çünki biz demişik axı, birinci nisbətdə nə idi? A bölünsün B idi. A əvvəlki həddi idi, B sonraki həddi idi. Əvvəlki hədd nə demək? Yəni cümlənin əvvəlində qadın işçilərin sayı deyir, ona görə 2. Kişi işçilərin sayını da dediyinə görə 3 olacaq sonraki hədd. Olur 2 qadın, 3 dənə də kişi. İndi deyir qadın işçilərin sayının bütün işçilərin sayını. Bütün işçilər nə qədərdir? 2 üstə gələ 3 bərabərdir 5. Yazaq bütün işçilər, sizə aydın olsun. İşçilər 5-də 2 nisbətindədir. Elə nisbəti soruşurdu. 10. 4A bərabərdir 5B'yə. Biz bilirik ki, buradan A 5-ə bərabərdir. B 4-ə bərabərdir. Sonra dedik ki, A bölünsün B-nin nisbətini tapın. A-ya 5 demişdik, B-yə də 4 demişdik. Bu şəkildə yazılır. Keçək B bəndinə. Test B-də 1. Qabdakı 32 gilasın 8 ədədini Şəfa, 12 ədədini isə Nigar yedi. Nigarın yediyi gilasların sayının qabda qalan gilasların sayına nisbətini tapın. İndi gəlin baxaq görək. Deməli, 32 dənə gilasımız var. Yazaq. 8-in Şəfa 7. 12 dənəsində Nigar yeyib. Nigarın yediyi gilasların sayı. Nigar nə qədər gilas yeyib? 12 dənə gilas yeyib də. Qabda qalan gilasların sayı. Qabda nə qədər gilas qalıb? Onu hardan tapıram? 12-nin üstünə 8 gəlirəm. Edir 20. 32-dən də ümumi 32 dənə gilasım var axı. 20-ni çıxıram. Nəyi tapıram? Tapıram ki 12 qalıb. Yəni qalan 12-dir. Burada bizə qalanı soruşur da. Deyir qalan gilasların sayını. 12-nin də 12-yə nisbəti edir 1. D variantı. İkinci sual. Qutuda sarı və qırmızı kürəciklər var. Yazaq. Sarı, qırmızı. Sarı kürəciklərin sayının bütün kürəciklərin sayına nisbəti 9-da 2-dir. Deməli, sarı kürəciklərin sayının bildiyi ki 2-dir. Biz demişik ki, əvvəlki 2 olur da. Sonra deyik ki, bütün kürəciklərin sayı 9-dur. Bütün kürəciklərin sayı 9-dur. Əgər sarı 2-dirsə, bütün də 9-dursa, qırmızı nə qədər olar? Onu hardan taparam? 9-dan elə 2-ni çıxaram. Taparam ki, qırmızı 7-ymiş ki, bunun bütünü 9 eləyib. Qırmızı kürəciklərin sayının bütün kürəciklərin sayına. Qırmızı nə qədərdir? 7. Bütün kürəciklərin sayına nisbəti də 9. 9-da 7 nisbətində olur. Üçüncü sual. 2 kiloqram duz ilə 10 kiloqram su qarışdırılaraq duzlu su hazırlanır. Yəni bu nə deməkdir? Duzlu su məhlul deməkdir də. Deməli 2 kiloqramla 10 kiloqramı qarışdırdı. 12 kiloqramlıq bu məhlul aldı. Sonra deyir ki, məhluldakı duzun məhlula nisbəti. Məhluldakı duz nə qədər idi? 2 idi. Məhlula nisbəti nə idi? Məhlulda 12 idi də. Hər tərəfi mən 2-yə bölərəm, eləyər 6-da 1.
D variantı. Sonra dördüncü misal deyir 2A çıxılsın 10B bərabərdir 0, A bölünsün B nisbətini tapın. Biz buradan bilirik ki A bərabərdir 10'dur, B bərabərdir 2'dir. Tənasübdən elə almış oluruq. Deməli A bölünsün B-ni deyir. Onu da 2'ye böləndə edəcək 5. Və D variantı. Sonra 5-ci. 5'də nə deyir? Aşağıdakı nisbətlərdən deyir hansı 3'ün 4'ə nisbətinə bərabərdir? Baxıram ki 6 ilə 9 hər tərəf 3'ə bölünər. Alınar 2 böl 3. 3 böl 4 deyil. 9 ilə 4 heç birini ixtisar getmir. 12 ilə 6 məsələn 4'ə ixtisar eləyəndə elə bu alınacaq da. 3 bölünsün 4 nisbəti nə deməkdir? 12 böl 6 nisbətində hər tərəfi mən 4'ə bölərəm. 4'də 3. Yəni B variantı. 6-cı. Aşağıdakı nisbətlərdən deyir hansı 0.18 böl 0.48'ə bərabərdir. Deyər ki, məsələn 0 nöqtəni görən kimi, ümumiyyətlə 0,18'i görən kimi çaşırıqsa, elə 18 ilə 48'i götürüb aydınlaşdırmaq olar. Necə? 18 onsuz da bilirik ki 6'ya bölünür, 48 də 6'ya bölünür. 3 ilə 8. Yəni bunun hər tərəfinə, belə də göstərək, aydın olsun. Hər tərəfini bölmüş oluruq. 8'də 3 edir. Bu dedir D variantı. Sonra 7-ci. 7 nədir? Nisbətlərin ekvivalent olması üçün x-in yerinə uyğun gələn ədədi müəyyən edin. Yazıb 2 böl 5 bərabərdir x bölünsün 25'ə. Biz tənasübdən bilirik ki, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Burada bizə orta hədd verilmədiyinə görə biri verilməyib. Kənardan tapmalıyıq. 2'ni vurmalıyıq 25'ə bərabərdir 50. Yəni mən 2'ni 25'ə vurub 50 almışamsa 5'i də bu x-a vurub elə bir x ədədini götürməliyəm ki 50 almalıyam. 5 vurulsun x bərabərdir 50, x da bərabərdir 10'a. Deməli x-in qiyməti 10 imiş. 8-ci. Ekvivalent olması üçün deyir yenə x-in yerinə uyğun gələn ədədi müəyyən edin. 8 bölünsün 20 bərabərdir x bölünsün 25. Yenə 8'i mən vuraram 25'ə. 8'i 25'ə vurduğumuz zaman deməli edəcək 200. 20'ni vuracam x-a bərabər eləyəcəm 200'ə. Onsuz da bilirik ki 20'ni məsələn 10'a vuran deyil, amma göstərmək üçün yazırıq. 20'ni də 200'ü də 20'yə böldüyüm zaman edəcək 10. Deməli x 10'a bərabərdir. 9-cu. 9-cu da bunun kimidir. Deyir nisbət ekvivalent olması x-in yerinə uyğun gələn ədədi yazın. 6 bölünsün 7 bərabərdir 24 bölünsün x. İndi burada artıq çarpaz vurulacaq. Bundan sonra tənasüb mövzudan keçəndə daha yaxşı izahını verəcək. Amma ən azından siz çox güman ki buradakı uşaqlar çox qabaqdadır nisbətdə, faiz artıq keçmiş olur. Mən sadəcə 4-5 kitabdan paylaşım etdiyim üçün hər gündə bir dənə paylaşa bildiyim üçün 2 dənə paylaşanda qarışdırılır. Ona görə bir paylaşdığım üçün geridə qalmış oluruq. Yəni o dərsi bundan sonra paylaşanda daha sizə aydın olacaq. 6'nı biz vurmalıyıq x-a, yəni bərabərdir 7 vurulsun 24. 7'ni 24'ə vurduğumuz zaman biz alırıq. Məsələn 6 vurulsun x bərabərdir 168'e. Mən bura 168'dirsə, burada 168 olmalıdır. 6'nı 28'ə vurduğumuz zaman 168 edir. 6 vurulsun 28 bərabərdir 168. Deməli x-in yerinə 28 yazılmalıymış. Və sonuncu 10-cu misalımız. Deyir 600 qram su və 400 qram şəkər tozu qarışdırılaraq 1 kiloqramlıq şərbət hazırlanır. Eyni nisbətdə 5 kiloqram şərbət hazırlanması üçün nə qədər şəkər tozu lazımdır. Sonda da qramla verdiyinə görə elə birbaşa qramla yazacaq. Biz bilirik ki 600-dən 400'ü qramı topladığımız zaman elə 1000 qramdır. Yəni 1 kiloqramlıq şərbət alınır. Yəni 1000 qrama, qramla lap yazaq. 1000 qrama 400 qram şərbət gedir, şəkər gedir. 1000 qrama 400 qram şəkər gedir. Bəs deyir 5 kiloqram şərbət hazırlanması nə qədər şəkər gedər? Nə qədər şəkər gedər? X qram bilmirəm. 5 kiloqramı da qrama çevirəndə 5000 qram edir də. Çarpaz vururuq. Deməli 400'ü vururuq 5000'ə, bölürük 1000'ə.
Bu da edir 2000 gram. B variantı. Bu mövzu da burada bitti. Test B'den ibarət idi. Digər mövzularda görüşmək ümidi ilə.